Bismillahirrahmanirrahim. Əziz izləyicilər, Baku TV-nin efirində təşkil edilən o möhtəşəm debata hünər eləyib, cürət eləyib, şücaət eləyib, gələ bilməyən Elşad Miri indi yenə də tək-tək oturub bəzi efirlərdə çıxış eləyir və debata gəlməməyi üçün min bir bəhanələr gətirir. Elşad Miri bu debata hünər edib gəlmədiyi üçün bir çox insanlar tərəfindən qınanıldı. Çünki bu adam adətən dini bilməyən siyasətçilərlə, mollavari şəxslərlə, dindən uzaq şəxslərlə dini debatlar eləyir. Amma dini bilən, ərəb dilini bilən şəxslərlə debat eləmədə isə hünəri çatmır. Doğru desəm, kişiliyi çatmır ki, gəlsin, debat eləsin. Çünki o, xalqımızın qarşısında, efirlərdə, ekranlarda özünü çox ədəbli, həyalı, əxlaqlı göstərməyə çalışır. Əsasən Samini qeyd edirlər, Saminlə niyə yəni o bəzi şəxslərlə debat eləyib eləməmək mənim şəxsi yanaşmamdır. Əxlaqlı olan insanlarla mən hər bir zaman debata da çıxmışam və bu da mənim seçimimdir. Heç kim məni məcbur eləyə bilməz ki, kimləsə debata çıxırsan və ya da çıxa bilmirsən. Ey əxlaqdan danışan insan, mən sənə qarşı nə vaxt əxlaqdan kənar hərəkət etmişəm. Amma sən şəxsən öz dostuna qarşı namərdlik də etmisən, əxlaqdan kənar hərəkət də etmisən və bəzi şeylər var ki, onları hələ açıqlamıram və o etdiyin hərəkətləri yaxşı bilirsən ki, 10 nəfərdən çox insan olan bir məclis təşkil elədim. Orada sənin boynuna bir-bir qoyduq və sən də bu etdiyin bütün səhvləri boynuna aldın, üzrxahlıq da elədin və hətta məclisdə sənə dedilər ki, bir insan nə qədər bu qədər səhvlər eləyərmi heç? Sən ekran arxasında insanlara özünü güyə, ədəbli, əxlaqlı, elmli göstərməyə çalışırsan. Amma bunu bil ki, insan əsas uca Allah yanında əxlaqlı olmalı, tərbiyəli olmalı, həyalı olmalıdır. Sən isə həyat tərzin bəllidir. Bunu mən də bilirəm, səni tanıyanlar da yaxşı bilir ki, sən həyatda necə kobud, qaba, həyadan uzaq bir insansan. Yeri gələrsə, lazım olanda mən sənə bunu sübut edəcəm. Mən bugün burada istəyirdim ki, Elşad Miri də olsun. Elşad Miri isə bu verilişdə indi təqdim edəcəyim qonaqlarımızdan biri ilə çıxmaq istəmədiyini bildirdi. Bu boyda həngamədən sonra dediyim kimi, özün seçib bəzi adamlarla debatlar təşkil edirsən, görüşürsən, amma sənə yerini bildirən, savadsızlığı bildirən, Quranı bilmədiyi bildirən, ərəbcə bilmədiyi bildirən bir adamla debata çıxa bilmədin. Sənə yapışan çox gözəl misal var. O misalda deyilir ki, üzrü qəbahətindən də pis oldu. Sən də həmçinin bu debata gələ bilmədin, üzü qara oldun, amma utanmadan çıxıb əxlaqdan, tərbiyədən danışırsan ki, mən əxlaqlı olan kəslərlə debata çıxmışam. Yəni, bir daha vurulamaq istəyirəm, Elşad Miri olmayacaq burada və müzakirəmiz başqa formada indi davam edəcək. Kişi kimi boynuna al ki, mən o debata gəlmədim ona görə ki, savadsız olduğum, Qurandan xəbərsiz olduğum, ərəb dilini bilmədiyim üzə çıxacaqdı. Bu illər boyu ekran arxasında özünü şir kimi, pələng kimi göstərməyin pusa dönəcəkdi. Ona görə gəlmədim. Bunu boynuna al sən. Debata gəlməyə hünərin çatmadı deyə o Qurana dil uzadan, iyrənc ağzıva gələni danışıb başqalarına şər atma. Çünki bil ki, yalan bəhanələri mənə, başqalarına gətirə bilərsən. Amma uca Allah qarşısında sənin içində, ürəyində həqiqətən yalan danışığı uca Allah onsuz da bilir. Onu da deyim ki, səni 10 illərdən qabaq tanış etdiyim bəzi iş adamları var ki, bu günlərə qədər sən onların qapılarını döyürsən, onların iş yerlərinə gedirsən, sənin ora getməyə razı deyirlər, üz vermirlər. Utanmadan yenə də onların iş yerlərinə soxulursan. Halbuki Allah şahiddir ki, 10 illərdən çoxdur ki, məni onlar öz iş yerlərinə çağırırlar. Hələ də getməmişəm və heç harada olurlar, heç onu da tanımıram. Sən isə həftə 8, mən 9 onların yanına gedirsən. Həyası olan adam bu işlərdən əl çəkər. Görürsən ki, sənə üz vermirlər, üz verilməyən yerə getmək özü elə həyasızlıq, əxlaqsızlıqdır, bunu da yaxşı bilərsən. Ona görə də debatdan qaçdığın üçün, hünərin çatmadığı üçün başqa-başqa bəhanələr gətirmək aciz bir insanın işidir. Bunu onsuz da ağıllı insanlar, insaflı insanlar yaxşı bilirlər. Sən isə özün də bunu yaxşı bilirsən. Lakin bəhanələr gətirib özünü biraz da gözdən salma.